Baxırıq 28-ci testimizə. Deməli, əvvəlcə vurma bölməni yerinə yetirəcəyik. Yazırıq birinci. 4 tam. 4 tam. 2'də 1 vurulsun. 9'da 8. Buradan da düzgün olmayan, yani karşıda düzgün olmayan kesir geçirik. Alırıq 2'də 9 vurulsun. 9'da 8'e beraber. Burada 9'da kısa gelir. 8'den 2'də kısa gelir. 2'ye. Burada kalır 4. Cevabımız 4 alırıq. İkinci olarak bölmələrini yerinə yetirəcəyik. Yazırıq ki 5 tam. 3'də 1 bölünsün. 10 tam. 3'də 2 beraber. Bunları düzgün olmayan kesir çeviririk. Alırıq 3'də 16 bölünsün. 32. 32. Burada da 3. Bunu tersine çevirip yazırıq bölməliyinə. 3'də 16 vurulsun. 32'də 3'e. Burada da 3'lə kısar gelir. 16 ilə də 32 kısar gelir. Qalır. Deməli 2'də 1. 2'də 1. Burada da deməli 4 ilə 2'də 1 toplayırıq. Yazırıq 3-cü. Deməli 4 üstə gəlsin. 2'də 1 bərabərdir. Burada da belə yaza bilərik ki, elə 2'də 1'i 10'luq kəsirə çevirərək yaza bilərik ki, 4 üstə gəlsin. 0 tam onda 5. O da bərabərdir. 4 tam onda 5'e. Yəni A variantına. Belə. Bu qədər. Sadə izah.